Herkese salam, kanalıma hoş geldiniz. Bugün güzel bir gün geçirdik Seva bacımla. Uşaqlarsız ve kişilersiz çıktık şehre. Gelmişik kafemaniye. Bugün şehirdeyiz. Çıkmış buradan. Evde yemek yediğimize göre acılığımız yok idi. Ona göre de güzel bir kofe, desert sipariş ettik. Çok lezzetliydi. Gece de 12'ye kadar şehri gezdik. Sonra ise eve geri döndük. Səhər gün isə Sədərəyə gedirik. Keçən dəfə sizə demişdim vlogda. Gedirik Sədərəyə pərdə almağa. Pərdəni almaq üçün Sədərəyə seçdik. Gülə-gülə tapır. Pərdəni sifariş verdik, ancaq gec olduğuna görə sabahsı gün dedilər götürə bilərsiniz. Həmin gün isə biz toyda olduğumuza görə vaxt edən kimi gedib götürəcəyik. Belə bir qaradon geyinmişəm. Oturum makyaj eləyim. Bu çox hündür oldu. Bugün toydayam. İstəyirəm ki, birinci saçımı həll edeyim, sonra isə makyaj edəcəm. Makyaj çox asandır mənim üçün. Əsas bu saçımı şəkilləndirməkdir də. Neçə vaxtdan sonra saç femindən istifadə edirəm. Qatq eləmişəm əslində yuxarıları. Qalıb belə uclarını belə dalğalı eləyəcəm. Çox buruq istəmirəm. Tez açmırıq. Biraz saç soymalıdır. Daha sonra badam yağının necə gəldi. Siyah bu da belə. Tural gedib maşını yuduzdurmağa. Mülkə verdi. Rahmi dedim özündən apardım. O gələnə kimi mən bitirərəm. Mən düşündüm ki tez çıxarıq. Saat 6'da. Tural dedi ki yox. Çox yaxındadır. Lük batandadır da elə bir toy. Çatacağıq. Ona görə tez çatacağıq da. Ona görə mən də rahat hazırlaşdım. Nə qədər iş görmüşəm, evi təmizlədim, sildim polları. Sonra yemək hazırladım, qablarımı yudum, çay da təmizləmişəm. Biraz geçsin gelip çay da içəcəm. Həkimə yazmışam. Dərman içməliyəm gün orada yeməkdən sonra. Burası da baş açmıram da flakondur. Bilmirəm o flakonu bütöv içməliyəm yoxsa. Görüm həkim nə deyəcək. Da yazıb, ama ona cavab verməyəm. Kızlar maşallah olsun arıqlamışam. 65 idim. 65-60 kilo, 66 kilonu vururdu tərəzidə. Mən düşmüşəm 62. Belə xüsusi bir şey eləmirəm. Sadəcə yeməyimi az yeyirəm və çox hərəkət edirəm. Və axşamlar qəti şəkildə yemirəm. Arada yeyərəm. Axşam dediyimdə saat neçəni birisi nəzərdə tuturam. Saat 7-8-i nəzərdə tuturam da. Yəni axşam yeməyi onu nəzərdə tuturam. O saatlarda yeyirəm. Amma belə normalda 6'da yesəm qəti şəkildə çekiyə vermirəm. Ay Allah koluma yapışdıracaq. O saçlar elə biləm arxada qal. İndi bir dənə bunu da eləyək. İmkan olsa bir dənə Dyson almaq istəyirəm. Bir dənə Dyson alsam əla olar. Buradayım. Giymişəm, bir dənə makyajımı yiyim. Neyse saçım hazırdır. Demək olar ki, indi buruqlarını axırda açacağım. Hələ ki bunları vurum üzümə dəyməsin. Makyajımı eləyim. Nəmləndirdim üzümü. Tural da gəldi dedi. Videonu saxladım. Ay, belə. Tanane var ya. Super tananedir. Hem gündəlik, hem toy üçün istifadə edə bilərsiniz Maybelin. Çox qəşəng tananedir. Örtücülüyü də əladır, üzdə duruşu da əladır. Bir sözlə superdir, qalıcılığı yaxşıdır. Təsəvvür keçən dəfə yaxşı deyəndə əladır, qalıcılığı da əladır. Keçən dəfə biz toya getdik. Nilay səsinə bax, balacadan bitərdik. Keçən dəfə toya gedəndə bacımdan bundan vurdıq. İnanırsınız saat 1 idi, gəlmişdik evə 1 idi 2 idi. Makyajımız elə qalmışdı ki, elə bir təzə eləmişdik də makyaj. Balacan qızışdırır. Sonra deyir ki, Rahim sakit ol. Mən səhv elədim, Rahim 2 aylıq icazə aldım, bağçadan saxladım. Çox səhv elədim. Nilay uşağı körlədiniz. İndi nəm sponjdan keçirik. Üstündən. Belə. Bu da getdi. Kontur. Tez-tez eləyəcəm, çünki
İstəyirəm çayda içəm, Turalla tələsdirəcək. Qaşımı heç daramamışam. Daramamışam aş. Bundan eləyək. Qaşımın için boşda ona baxın. Все. Bir de bir şey diyeceğim. Bir şey deyəcəm. Mənə bir də görsə yaxınlaşırsınız ki, siz blogersiniz. Bu olan ikinci dəfə, hətta üçüncü dəfə olubdu. Çox tanışam. Yəni özümü bloger kimi. Nəysə, qaşım hazırdır. Bir dənə için doldurum. Burada fikrim yarımçıq qaldı. Yəni demək istəyirəm ki, özümü hələ də bloger kimi görmürəm. Ona görə də elə reaksiyalar verə bilərəm. Yəni bunu başqa cür başa düşməyin. Hamı da mənə deyir ki, niyə elə düşünürsən? Artıq sənin bir balaca da olsa bir izləyicin var, kütlən var. Yəni elə düşünməyin düz deyil, amma nə bilim hələ qəbul edə bilməmişəm də belə deyək. Vallahi görmürəm. Elə yaxından eləyim ki, görəm. Qaşım laminasiyadır, gel vurmayacağam. Elə. Salamatı budur. Denəm. Sanmayacağım bir dənə. Allah. Gölge çəkəcəm bura. Liner effekti. Все. Bir dənə də bura. Все. Bu da belə. İndi mənə hədiyyə göndərmişdilər. Aha. Mənə hədiyyə göndərmişdilər bunu. Çox qəşəng idi. Bu iki rəng bir yerdədir. Şu. Biraz da bura. Yayda burnumun üstünə vurmaq xoşlayıram bu tonları. İki rəng bir yerdədir. Bunu dodaq üçün də istifadə eləmək olar. Belə də çox xoşum gəlir. Görürsünüz. Şu. Ne oldu qəşəng. İstəmirəm, biraz da vurum. Hiss olunsun. Mən o qədər az vururam ki, hiss olunmur. Da belə. Şumuzu çəkək. Bir qat çəkmişəm, bir qat da çəkim. Belə. İndi isə gözaltı. Все. İndi isə bunu yayırıq. Bu arada kızlar sizden bir şey xahiş edeceğim. Eğer kanalıma abone değilsizsə, mütləq kanalıma abone olup vloglarımı yaxınlarınızla paylaşmağı, mənə dəstək olmağı unutmayın. Məni burada yerləşdirdiyim Instagram səhifəsindən də izləyə bilərsiniz. Orada hər gün aktivəm, hər gün storylər paylaşıram. Oradan da məni hər gün canlı izləyə bilərsiniz. Bu da belə. Neyse kızarır o bizim düğünümdə. Neyse bunu bir dənə də üstündən belə gedirik. Ki o xətti itirmək üçün. Yox da belə. Sonra transparan pudra vururam. Onlar ki qutardı. Ondan axırda dağıdacam. Hələ qalsın. Gözüm üstü krem vururum. Karandaşım. Geçtik. Karandaş. Gözümü sələ bilmirəm nə varacaq ona görə.
tünt diye. Çok tünt oldu. Neyse. Bu bir sen böyle. Çok tünt oldu. Все. Bu da belə Kiko'nun. Oldu qəşəng. Gözün üstündə dənətin. Vururuq, onu da bitirirəm. Ne qapqara oldu. Çox qəşəng oldu gözün üstü. Birinci qara olsa da. Baxın, bu rəngi götürdüm. Belə buradan belə buralara qədər yayıram. Çox qəşəng oldu. İndi bura açıq bir rəng vuraq. Açıq rəng. Bakın güzgüdə. Çox qəşəng oldu qızlar. Mənim salona getməyə. Bu niyə fokusu belə eləyir? Çox qəşəng oldu. Mənim salona getməyə ehtiyacım yoxdur. Bir dənə də burada highlighter vururam. Tural, mən hazıram. Bitirdim. Kamera burası geçme oraya. Geçme. Düşeceksin, geçme. Şu ne böyle oldu? Şu. Aldım geçek. Bunu da açıram. Buna da biraz burası düşük ama saçımın qabağını lakla belələdim. Mənə gəlir ki, yaxşı qalır belə. Necədir qızlar? Qızıllarımı da taxdım. Səp tapmıram, səplərim altdadır. Görsənmir. Məncə yaxşıdır belə. Qaşlarımı götürürəm. Kiko'nun dodaq balsamını götürürəm. Bunlar bence. Bunlar ne kadar gelir? Hemen makyajım. Toy makyajım. Benim bu saçlarımın bu renkte son dəqiqələrdir. Gedirəm saçımı renkləməyə. Saçımı renklətdirməyə gedirəm. Görək. Beğeneceksiniz. Özüm beğeneceğim. Ustamı değiştim. Başka bir ustaya gedirəm. Bilmirəm necə olacaq. İnşallah yaxşı olar inşallah. Gözləyirəm saçım açılsın. Saçıma açılma elə deyil. Belki gözləyirəm. Son etap. Bundan sonra yiyip ukладка geləcəklər. Şu bitir. Evet, benim sədə saçlarım.
bitirdim. Acam tezden geldiğimde bura. Turan gelsin. Selena'ya gitmeliyim. Perde götürmeliyim. Ben de mağaza açılı sonra gideceğim. Terzen sarı oldu. Çok değiliz aç. Ben güzgün bağladım. Çok değiliz ki saçımı açık renk elə. Ben de açık renk elədim. Nilay necədir saçın? Səslərə gitmeye bugün alınmadı. Sabah gibi perdelerimizi götüreceğiz. Bir de eve acımıyorum. Önüme pişirirəm. Bundan almaq istəyirəm. Yorum istəyirəm arıqlamaq üçün. Hardasa mənə 3 kilo atmaq lazım. Nəticəsi yaxşı olsa paylaşacağım. Tərkibinə baxın. Zəncəfil falan təbii şeylərdir. Yaxşı olsa bölüşəcəm sizlə. Gəlmiş şarma yeməyə. Balaca istəyirəm mən. Pizzanı yeyirsən. Ev yox, Rahim çək. Gəlmiş şarma yeməyə. Nilay o imkan vermir, diyeta saxlayaq. Xoşbəxt. Rahim də yeyir. Mən də hamımız balacasını zakaz vermişik. Mən də yeyirəm. Allah bilir. Əslində evdə yemək hazırlayırdım. Nilay o qədər şarma istədi ki, gəldik öncə aptekə dəymişdik. Sonra isə gəldik şarma yedik. Evə gedən kimi yeməyimi bişirdim. Vlogumu isə burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.